Buna bir baxın yaxşı. Boris Talışinski, bilməm tanıyırsınız ya yox, istərdim onunla elə görüşəm belənki adamlar. Avropadadır, Rusiyadadır, bax. Boris Talışinski. Deməli bu Boris Talışinski nədirsə yaxşıdır. Azərbaycanda ümumiyyətlə talışlara baxan yoxdur, talışın problemləri ilə məşğul olan yoxdur, talışları atıblar bir yana. Birinci ay qardaş, ay talış qardaş. Burada 40, 50 bəlkə də millətlər yaşayır. Ümumi bizim problemimiz var. Hamı acdır, talış da acdır. Hamı toxdur, talış da toxdur. Yani bugün Ləzgi, avardı, Kürdüdür, Rusudur, Gürcüsüdür, Lazıdır, Tatıdır, qardaş, Lahıcıdır, nədir bu? Deməli, hamı şikayət eləsin, desin ki, problemimiz var. Bizim Türkün probleması bəlkə 10 dəfə artıdır hamıda. Nəyiz çatmır? Rusiyada bütün ticarəti, qəşəng biznesiyiz. Avropada. Mən oturub durmuşam, görmüşəm, işləmişəm. Talışlar, məni görün, Oktay da həmin tanıyır. Avropadakı talışlar, Rusiyadan. Yadınıza salın, dəmir yolu, qatarlarda, obyektlərinizdə, yəni iş yerlərində bir də işləmişik. Yəni yaxşı görmüşəm. Amma indi belə şeylər səhv danışanda mən də sizi əlbəttə səhvinizi deyirəm də, burada nə var? Burada səhv nəsə varsa deyirəm, obyektiv. Yəni o bizim ümumi şeyimiz var. Əgər istəyirsinizsə nəsə bir o keçmişdə Muğan dövləti yaratdı bir alçağı, oturub Azərbaycan dövlətini dağıdırsa qardaşım, belə şeylərdən uzaq olun. Yəni indi bir səhvli elədi də. Getdi sonra ermənilərlə oturdu, durdu, ağlını yemişlər də. Ermənilər düz deyil, kitab yazıblar ki, Talışın dövləti olub, Kürt belə Ləzgi dövləti olub. Yəni nəyə görə ara qarışsın, dağılsın. Hamı bilir ki, bu Türk torpağıdır və hamıda yaşayır. Yəni bu bir biabırçı pazur deyil, Tanrı belə bilir. Əgər kimsə özünə dövlət yaratırsa, qardaş, mən də gəlirəm. Başqa yerdə dövlət yaratmaq olar, mən də gəlirəm. İstəməyən mən olub. Amma nəsə burada belə şeylər fikirləşmək, bunu atın qırağa. Bu bir səhvliyi olubsa indi. Talışlarımız pəncəli kimin oğlumuz gedib düşmanın qarşısında vuruşur ay kişi. Azərbaycan torpağı üçün, Azərbaycan dövləti üçün, bütün xalqlar üçün gedir. Talışların şəhidləri, rəhmətlilərə. Bu, Barisə denən bir dənə pəncəliyə insan verib 40 gün. Pəncəlini 40 gün yad eləyiblər, yas saxlayıblar. Şəhidlərimizə, bax burada şəhid yoxdur, bu bizim şəhidlərə, bax bu Boris Talışinski yas saxladı 40 gün. Yenə də deyirəm, Boris Talışinski ehsan verdin 40 gün. 27-sindən 8 noyabracan 44 gün ehsan verən, yas verən olub, yas saxlayan olub. Amma ərəblərə saxlayırsınız. Bu ərəblərə saxlayır. Bu da ərəblərə 2 ay yas saxlayır. Məhərrəmlik günü. Amma soruşun deyin, bu alçaq ərəb, Farsın o dabanını yalayan, yəni Fars milləti yoxdur, o fransız köpəklərdir. 44 gün yas saxladı, 44 gün şəhidlərimizə ehsan verdilər. Verdiniz ehsan bunlara, verdiniz, maaşınızdan keçirdiniz bir 10%. Qazilərə keçirdən olub, yaxşı pul qazanırsınız. Siz də dövlətsiniz də, siz də xalqsınız. Dövlət sizə imkan verib pul qazanırsınız, 10%'ni verin, nə olacaq? Görürsən? Yox, dövlət eləməlidir. Dövlət eləyir də sənə verir, sən də verir ona da. Xalq əl tutmaq, bir-birinə kömək nə deməkdir? İslamın, müsəlmanın adəti ilə kömək eləmək.
Öyrənibsiz, aparıb ildə bir dəfə birinə qoyun verdin, gəldin, oturdun. Hə, mən kömək elədim İslamın yolunda. Hə, ya dilənçi də biri 10 manat verir, yazıqdır. Nə bilim, elə budur sizinki. Yox, elə bir siz Tanrını aldadırsınız dilənçiyə. Dilənçini işlə təmin edirsən, ayda 500 manatıdır, 1000 manatını alsın, tutarsan. Bax, bu İslam, Müslüman budur. Sən səfər dilənçiyə kömək elə. Aylığından 10% verin də vermişsiniz. Bax, bu qədər, yəni yalandan deməyin. O, Talışinski, ehsan veribsən 44 gün, yox. Yaz saxlayıbsan, yox. Onda nə durubsan, deyirsən, problem belə gəldi, problem elə gəldi. Bu ərəb düşüncələrini qoyun qırağa. Bu, yenə də deyirəm, bizim ölkə, vətən bir dənədir. Azərbaycan Türk dövlətidir. Azərbaycan Türk torpağıdır. Azərbaycan dövlətidir. Bütün xalqların ana yurdudur, ana torpağıdır, ana vətənidir. Yəni, səfih düşüncə. Mən yenə də deyirəm, səfih olmayın. 50 yaş yaşayır, 30 yaş yaşayır insan. Sabah açılmaya bilər. Ay kişi, yaşayın, imkan daxilində, dövləti qoruyun. Acıq, susuz, hamımız birik. Ay kişi, mən Türkəm də, mənim nəyim var, hamı bilir, yoxlayın. Bu, ağ şarfla, ağ köynəklə gəzən oğulam, ya, ancaq nəyim var? Nə də vəzifə şey eləmişəm bizdə. Dünyanın vəzifə şəxslərinə oturub duran adam, dünyanın oğrularına oturub duran adam, dünyanın ziyalısıyla, nə bilim, xuliqanıyla, nə bilim, ən güclü avtoritetlər olub həyatımda. Dostlar, tanışlar, səhvini də deyəndə incirlər. Onun birinci katiblərin o ermənilərlə o İrəvanda, mən birinci, indi demirəm Demirçənin kabineti, amma ikinci, üçüncü katiblərin gedib girərdim. Kim, ağzı nə idi məndən? İndi düzdür, indi bilirəm, saymırlar, amma onda mən fəhlə bir oğlan idim, fəhləli idim, amma Türk idim. Heç vaxta gözüm yox idi kiminsə maşınında, varında, dövlətində. Mənim də Asabnyakda böyüyən uşaq olmuşam. İrəvanda hamı bilir, 70-ci ildə Asabnyakı sökdülər, bina aldıq, İrəvanın mərkəzində. Yəni, baseynlərlə, meyvə ağacları ilə onu mən demirəm, onun başqaları görübdür. İrəvanda soruşa bilərsiniz. Və Mirbabəyevlərdənəm mən. Əslində təmiz seyidlərdənəm mən. Əgər istəyirsiniz, biləsiniz. Kömək eləmişik. Nəzir yığmamışıq. Seyid nəzir yığmaz. Seyid mənası ali cənab insan. Ağıllı insan. Bildiniz? Seyid başqa şey deyil. Əlini öpür, nə bilim, kişi, ayağını öpür, dəlisiniz, nəsiniz. Bax, belə şeylərlə məşğul olursunuz. Ona görə deyirəm, Talışinski, Azərbaycanla işin yoxdur. Azərbaycanın xalqları ilə işin yoxdur. Oturmuşsan Avropada yaşa ginəniz üçün. Rusiyada yaşa ginən. Burada biz özümüz öz problemlərimizi həll eləyəcəyik, tapacaq inşallah. Olacaq, belə Tanrı belə məsləhət bilir. Əziyyət çəkirik, döyüşürük, bir-birimizə olur təhqir də eləyirik, bir-birimizə söyürük də, amma bir torpağın bir oğluyuq. Bu torpaqda hamı döyüşəcək düşmana qarşı və Azərbaycan gün gələcək avtoritet. Dünyanın avtoriteti Azərbaycan olacaq. Necə Norveçlər deyir? Norveçlər ermənilərə deyir ki, siz elə deyirsiniz, biz birinci xalqıq. Dünya bizi məhv eləmək istəyib. Ancaq biz sağıq, hamı məhv olub, biz sağıq. Norveç nədirsə yaxşıdır. Deyib ki, siz o mışyak var, onu bir için. Sizə heç nə olmaz. Mışyak təsir eləməz. Sizə imperiyalar təsir eləməyibsə, siz sağsınız. Mışyak da təsir eləməz. Bu bir. İkincisi,
Skandinaviya, bütün millətlər, xalqlar deyir ki, bizim kökümüz Azərbaycandır. Bizim nəslimiz, kökümüz Skandinavlar Azərbaycan torpağından gəlib, Qafqazdan. Azərbaycan sivilizasiyası Skandinaviya sivilizasiyasıdır. Skandinaviya mədəniyyəti Türk-Azərbaycan mədəniyyətidir. Biz Skandinavlar Azərbaycanlıyıq, türkük və kökümüz oradandır. Gördünüz? Dünyanın ən elitli xalqları Skandinavlar, yaxşı yaşamaq, adlı sanlı, belə elə. Xristian da olsa deyir, biz Türk torpağından gəlmişik. Və Türk mədəniyyəti, düşüncəsi buradadır. Ona görə deyirəm, Azərbaycan olacaq dünyanın yeganə. Amerikadır, Farsdır, Ərəbdir, odur, budur, İsraildir. Heç nə. Dünyada yox ki ağa kimi. Ay avtoritetli, elitli, mədəni, qanun sevən, insanlıq sevən, haqqı sevən Türk Azərbaycan xalqıdır. Onu bilin. Yəni o elə belə sözlər deyil, baxacaqsınız. Bax bu qədər.